1974-cü ildə mən gəldim sport şkolaya yay ayları idi. Öz rəhmətli mənə heç nə deməzdi. Gəldi ki, mən spisok tutmuşam. Respublika printerine gedirik, Kirabat şəhərinə. Bəs bu tutduğum spisokla geçsək, biz komanda çempiyon olacaq. Mən yazmışdı 48 çəkdə. Mən 56-55 kilo yarım çəkim var idi, Allah rəhmət eləsin ona. Mən etiraz elədim, etiraz eləyəndə üstündən xət çəkdi, hamının çəkilərini qaldırdı. Mənə 52 yazdı, Mehdi Vahidi 54 yazdı, Şəmsini 56 yazdı, nə bilim, Heydarov 62 yazdı. Neyse gördüm bu çox əsəbləşib. Dedim yaxşı, güləşin də yarışa da 3 gün qalır, 3 gün var. Dedim yaxşı, mən razıyam, həmin gündən biz çəki salmağa başladıq. 3 gün müddətində mən qəbul elədiyim yemək bir dənə alçı olur. Raul müəllim də o yarışın şahididir. Bir kulübdə barbari salıb çəkmişdi zimməki, sonra tüpürərsən yerə. Və yarış günü haradasa mənim bir 150 qram çəkim qalmışdı. Raul müəllimdən tezləndən apardılar məni hamama. Saat 6-da hələ hamamın suyu qızmayıb. Bağladılar məni orada, özləri çıxdılar. Dedim, bu vaxtı şey olar, çəki salma olar. İndi bunlar qapını döyürlər mən aslında. Vilayətliler qapını döyürlər mən aslında. Bu deyil ki, Kırman mənə ölüb deyəsən. Bu yaman günlüydür. 3 gündür çörəyim. Neyse qapını açdıq. Axırı son 50 qramı da saldıq. Və onun ilə də komandamız Respublikada Qazaq və digər yaxşı güləşçi rayonları geridə qoyub komandamız birinci yeri tutdu Respublikada.